Mən sizə deyim ki, Azərbaycanda repetitorluğun təşəkkül tapması necə başlayıbsa, elə də qutarmalıdır. 97-ci ildə ilk dəfə 700 ballıq ölkə üzrə indiyə qədər səhv eləmirəmsə 119-120-yə qədər 700 ballıq bizim potensial tələbələrimiz, belə statistika bunu deyir. İndi gəlin baxaq görək, bu məsələlərlə bağlı Dövlət İmtahan Mərkəzinin bir bazasına girin, baxın, görün o 700 ballıq deyək ki, məzunların hansının harda olması ilə bağlı. Mən araşdırmışam və çox təəssüf ki, qiymətləndirilmir bu. Neçə balla girdim deyə. Bugün siz necədir? Daha çox Dövlət İmtahan Mərkəzinin qurumlarında həvəs göstərib işləmək istəyənlər ancaq bir məqsədə xidmət edə bilir və sualın tərtibatında da ümumi təhsil məktəblərində işləyən müəllimlər var. Bunların da rolu ancaq ondan ibarətdir ki, daha çox özlərinin tədris keçdiyi kursun suallarına uyğun suallar salsınlar. İndi əlbəttə ki, o şans sizin də əlinizə düşsə, siz də məhz o cür istiqamətli suallar tərtib edəcəksiniz. Razılaşmadığım məqamlar var mənim. Ola bilər. Siz necədir? Siz bilirsiniz necədir? Bizim əlimizə düşmüsünüz deyə biz fürsət tapmışıq ki, heç olmasa Repetitorla müzakirə edək.